Oğul səsini eşidib düşdü halidən halə. Saraldı rəngi əsüd dizləri edib nalə. Dayanmadı biri ta Zülcənahı hazır edə. Savar mərkəb olub bilirsən nə qədli oldu xeymədən ta təllidən ta Əli Əkbərin yıxılan yer. Dayanmadı biri ta Zülcənahı hazır edə. Savar mərkəb olub nəxtələ savara gedə. Məhalidir bu rivayət, məhəlli şubhə ola dilində vavələdə o şəh piyadə qaçdı. O ki ədəbi dedim buna görə. Dilində vavələdə o şəh piyadə düşdü yola. Qaçır vəli necə qaçmaq, misalət dil tələsir. Misalət bərg məhəbbət yaralı qəlbi əsir. Görən deyər ki bu aşıqdir, bəzm yara gedir. Xüsusi dəvəti var məclis nigah. برای این که خطا امام دای مثلا آمیانه دی امام gör nəzir ələyağını itirib bala dalaycan qoçay. برای این که خطا getməsin müxaliflər bir arifana hekayət yazıblar. Ariflər yazırlar bir günü Məcnun gəzirdi səhrada. Düşüb nə gördü bir ahu kəmənd səyyada. Yoxunlaşıb görüb istür ki zibh edə səyyad. Gözü sataşdı o ahuya başladı fəryad. Birəhnə xəncəri tutdu dedi bu Məcnuni ki rəhm elə mənə öldürməsən bu ahuni. Bunun ki pak olan eşqimlə rəft و nisbəti var. Məni gəl öldür onun leylimə şəbahəti var. Məni gəl öldür onun leylimə şəbahəti var. Yəqin soruşsalar ondan da ey şəhi əbror, oğullar isə nə çox əkbərə əlaqım var. Yəqin deyər bu cavan ömrümün cavanəsidir. Məlahəti ədəbi cəddimin nişanəsidir. Peyğəmbəri öldürəylər ayaq yalın qaçın. Nə eləyək? Rozəm qutardım. Çox muştağam ki dostlarım hacının oxumağın görələr odur ki şayəstə o bayəstədir. Qutardım və illə Süvəcən Əli Əkbər eşqində oxuram. Bu bir dənə rozəmdir. Amadəsiz. Deyirlər 7 qədəm gül cənazəyə qalanı. Yıxıldı toprağa görsən o mehriban. Vərəxlədi qəm-i hicrün kitabın əvvəldən. Əlim vırıb ələ gördü oğul gedir.